bağçalarda və ibtidai siniflərdə 20 yanvar Xocalı faciəsi kimi çox ağır mövzuları bütün çılpaqlığı ilə uşaqlara öyrədirlər. Orada hətta yetkin böyük insanların o baxa bilmədiyi şəkillər var da, deyək ki, o səhnələr var ki, hansı ki, çox ağırdır, insan baxa bilmir. Hətta biri-biri ilə bəhsə girən müəllimlər olur ki, görə kimin hazırladığı tədbir daha təsirli olacaq. Uşaqlar rol oyun oynayırlar, deyək ki, yaylıq bağlayan, ağlayan, ağlı şiir deyə. Yəni, və bunun da adını qoyuruq, çox acınacaqlı tərəfi də budur ki, bunun adını vətənpərvərlik anlayışı ilə maskalayırıq bu fəaliyyətimizi. Yəni onu deyirik ki, uşaqlarda vətənpərvərlik aşılayırıq. Nəticədə biz uşağa travma vermiş oluruq. Burada yenə də uşaq yönümlü yanaşmanın tərəfdarıyam bu mənada ki, bizim əslində uşaqların maraqlarına uyğun olaraq, uşaqların yaşına və uşaqların qavrama səviyyəsinə uyğun olaraq tarixi, həssas məqamları ötürməyimiz nəinki vacibdir, həm də bizim özümüzə də xeyirdir. Xalq kimi, vətəndaş kimi xeyirdir. Amma bizim uşaqların yaşına, uşaqların idrak səviyyəsinə uyğun olmayaraq verdiyimiz məlumatlar isə bizim xalq kimi travma yaşamağımıza, bizim xalq kimi, vətəndaş kimi daha aqressiv, daha çox fobiyalarla hərəkət edən bir cəmiyyətə çevirməyimizə gətirib çıxarır.